Pub'dan hər kəsə salam. Bugün mikrorayon filialındayıq və gördüyünüz bu məzələrin dadına baxacağam. Buz kimi Efes burada. Deməli burada nə var? Bruschetta şprot, göbələk çipsi və konfetli sosis. Başlayaq ilk öncə konfetli sosiskadan. İçindəki sosis bu arada İberiya sosiskası. Konfetli sosisin mükəmməl dadı var. Sosiska çox dadlıdır və çox sosludur. Çölü isə çox qəşəng xırçıltılıdır. Pivə isə bumruz çox əla gəlir. İndi isə keçək göbələk çipsinə. Göbələk çipsi isə üstüdə çox özəl hazırlanır. Yağlı deyil, ürək bulandırmır və çox gözəl ədviyyatlar vurulur. Sosuna da batıraq, dadına baxım. Hər zaman üçün mükəmməldir. Xırçıltılı və içi yumşaq, qalın da deyil. İndi isə keçək bruschetta şprota. Görüntüsü budur, çox apetitli görsənir. Yəni heç bir söz demədən onun dadına baxmaq istəyirəm. Şöyə də xırçıltı, çox dadlıdır. Все было очень вкусно. Bu məzələrin dadına baxmaq istəyən, ağız zövqünü bilən hər kəsi Tüstü Pub'da gözləyirik. Sağ olun, hələlik.